Qıraqdan baxan ümumi baxır. Məsələn, qıraqdan baxan müsəlman deyəndə onun məzhəblərə bölüb baxmır. Bunu edən sünnidirmi, şiədirmi, sələfidirmi, mötəzilədirmi, əşəridirmi, maturididirmi? Qıraqdan baxan belə bir bölgü qoymur. Belə bir fərq qoymur. Qıraqdan baxan deyir ki, ha, müsəlman edibsə vəssalam, müsəlmanlar hamısı belədir. Hansısa bir tutalım radikalizmin olduğu bir videoya baxanda o fərq qoymur. Bütün müsəlmanlara aid edir. Necə ki, biz də digərlərinə o cür yanaşırıq. Tutalım, biz kommunist görəndə kommunistlər arasında fərq qoyuruqmu və ya liberallar arasında fərq qoyuruqmu, feministlər arasında fərq qoyuruqmu? Xeyr, biz də istənilən, məsələn, kommunisti, liberalı, faşisti, feministi görəndə ümumiləşdiririk, deyir, hamısı belədir. Yəni, bu insan təbiətinə aid olan bir şeydir, insan yanaşmasına məxsus bir şeydir, insan xoşları ümumiləşdirməyi. İndi bəzi insanlar məntiqli düşünür, rasional düşünür, obyektiv düşünür, onlar istisna, onlar hər zaman istisnadır. Amma adətən əksər insanlar ümumiləşdirməyə xoşlayır və əksər insanlar mövzu əks tərəf olanda irrasional davranmağı xoşlayır. Mövzu özü olanda, tabi olduğu yol olanda maksimum rasional olur, amma mövzu başqaları olanda maksimum irrasional olur. Məsələn, tutalım, indi saytlarda biz bunu çox görürük. Biri gəlir müsəlmanları tənqid edir, girir altda inançlar yazırlar ki, sən niyə ümumiləşdirmə aparırsan, bunlar filan kəslərdir, hamı elədir və s. Gözəl, düz yanaşmadır. Amma özləri başqalarını tənqid edəndə, məsələn, tutalım, liberalları tənqid edirlər, feministləri tənqid edirlər, faşistləri tənqid edirlər, ateistləri tənqid edirlər, fərqi yoxdur. Mövzu başqaları olanda, amma özləri nə edirlər, hamısını aid edirlər. Yəni, nə o birisilərin tənqidi düzgündür, nə bu birisilərin tənqidi düzgün deyil. Nə inançlıların tənqidi ümumiləşdirilməsi düzgün deyil, nə inançsızların ümumiləşdirilməsi düzgün deyil. İnsan obyektiv olmalıdır. Hər bir halda, hər bir şəraitdə, hər bir zamanda obyektiv olmalıdır. Yaxşıya yaxşı, pisə pis deməyi bacarmalıdır və Allah da bunu bizdən bu cür istəyir.